Dostlar namaste. Bugün size izah edeceğim. Neye göre beynəlxalq idarə etmə sistemi insanları bu qədər idarə edir. Banklar, onların fəaliyyəti, ümumiyyətlə banklar nədir? Xəstəxanalar, nəyə görə təbliğ olunur? Alkoqol, tüfeyli həyat. Yəni bunlar hamısı təbliğ olunur. Narkotiklar təbliğ olunur. Sənə onu sanki əlçatmaz olaraq təqdim edirlər və eyni zamanda da sənə onu satırlar. Fast food, ağır yeməklər. Nəyə görə bu qədər fast foodlar populyardır? Nəyə görə McDonald's bütün dünyadadır, KFC bütün dünyadadır? Siz bilirsiniz o nə qədər ziyandır insanın bədəninə? O necə sizi qocaldır, necə sizi məhv edir, sizin saçınızı tökür, dərinizi, yəni sizi məhv edir, zəhərdir. Amma təbliğ olunur. Böyük korporasiyalar, avtomobil korporasiyaları sizə hər 2 ildən bir, hər 3 ildən bir hansısa bir avtomobil markasının yeni modelini buraxırlar. Çünki sizin egonuzdan istifadə edirlər. Sizin də egonuz zəifdir, özünüzə qarşı əmin deyilsiniz, komplekslər var. Bu qlobal sistemdir, yəni hər bir insanda komplekslar. Nədənsə utanır, nədənsə çəkinir və nələrisə əldə etməklə o yeni olanda insan özünü biraz rahat başlayır hiss eləməyə ki, yəni mən sanki bir gözəl əlbisədir, onu aldım, giyindim, qəşəng görsənirəm. Amma həyatda səndən çox istifadə edəcəklər, sənin pullarını çox dağıdacaqlar, yəni özün dağıdacaqsan, əgər sən o zehindən yaşasan, elə olmamalıyıq. Misal üçün, mebel, dizayn, yeni remont. Nəyə görə sən bu günləri 50 min, 60 min xərcləyirsən kuxlanın yeni mebelinə, üstündən bir il keçir, yeni dizayn çıxır. Və sən 50-60 min xərclədiyin remonta verdiyin pul, sən artıq ondan zövq almırsan. Sənin gözündən salırlar onu. Ətrafdakı olan rəfiqələrdir, təbliğatdır, Instagram, hər yer, reklamlar, deyəcək ki, yox bu artıq dəbdən düşmüş bir remontdur. İnsanların onu zehninə salırlar və sənin evinə gələn qonaq deyəcək ki, bu remontu sən nə vaxt eləmişsən? 2 il bundan qabaq eləmişəm. Yəni tam saf, tam sağlam, işdək bir, misal üçün kuxnadır. Amma hər il neysə yeni piltələr çıxır, yeni kuxna aksesuarları çıxır. Nələr, egosu zəif olan insana onlar hasanlıqla idarə olunur. Və məhz onlar satırlar o insanlara. İstəyir avtomobillərdir, banklardır. Görün nə zamanda yaşayırıq. Bank özü sənə zəng vurur ki, pul istəyirsən sənə pul verim. Səni tələyə salır. Səni bağlayırlar özlərinə. Yəni, məhz bu çox qlobal bir məsələdir əslində. Çox diqqətlə qulaq as. Bax, sənə məsuliyyətlər verirlər ki, səni bağlasınlar özlərinə. Sənin sanki səni zəngin etmək istəyirlər. Deyir ki, sən bir evin var, mən sənə kreditə birini də verirəm, bank deyir və yaxud neysə tikinti şirkəti deyir. Sənin Ağşəhərdə də evin olsun. Götür. Ayda verərsən də, nə bilim, biznesin var, hə, onu girov qoy, neyi qoy. Sanki sən o anda özünü zəngin hiss edirsən. Deyirsən ki, mənim, misal üçün, bir evim var, biri də olacaq, nə gözəl. Amma eyni zamanda da səni tələyə salır. Sən artıq başlayırsan xəstələnməyə. Çünki o dərd, fikir, kreditləri necə ödəyəcəm? Çatmır axı. Yəni, sən də üstəlik o ego xəstəliyindəsən. İstəyirsən hər şeyin yaxşısı olsun, hər şeyin bahalısı olsun. Yox, mənim
uşağın ən bahalı məktəbə getməlidir. Elə bil ki, sən adi orta məktəbə getmisən, uğursuzsan və yaxud kimə lazımsan. Yox. Həmçində sənin uşağın, onun uğuru sabah həyatda nailiyyəti o bahalı məktəblə deyil. Amma onu dəb ediblər. Çünki orada flankestlərin uşaqları oxuyur. Sənə deyirlər ki, yox, sən də uşağı o məktəbə qoy. Ayda 10.000 ver, 15.000 ver, 20.000 ver. O sabahları orada kiminləsə tanış olacaq, dost olacaq. Boş-boş şeylər. Ümumiyyətcə, o zəngin insanların evladları əksəriyyəti narkomandırlar, əksəriyyəti avtomobil qəzasında dünyalarını dəyişirlər. Çünki onlar tərbiyə almırlar. Onlar gözlərini açırlar, istədiklərini mama papa verir, ala, götür, yi, kef elə. Maşın istəyirsən, problem yoxdur. O da gedir, girir duvara, ölür. Bu reallıqdır. Bu şeyləri anlamalıyıq. Yəni, bu günləri səni konkret olaraq, bu bütün dünyada baş verir. Səni idarə etmək istəyirlər. Səni almaq istəyirlər. Sənin azadlığını almaq istəyirlər. Qlobal sistemdir. Yəni, sənə deyirlər, ailə qur, uşağın olsun. Vəsə, sən bağlandın, qaldın orada. Amma sən əslində azad ruhsan. Sən kreativ ruhsan. Səni skoçlayandan sonra sən nə qədər kreativ olursan, olsa, sən qaldın orada. Biraz buna diqqət etməliyik. Sistemdən biraz çalışmalıyıq, uzaqlaşaq. Onu qıraq. Onu qırmaq çox çətindir. Çox. Mən də hələ də tam qıra bilməmişəm. Çünki orada elə bağlar var, elə ünsiyyətlər var, elə münasibətlər var. Onlar səni izləyirlər, onlar səni idarə edirlər. Amma nə qədər də olmasa, sən bu günləri öz azadlığını seçməlisən. Bacardığın qədər. İşin qulu olma. Görürsünüz, 9-dan 6-ya kimi işləyən insanlar, onların necə də şuurlarına yer ediblər ki, bu dövlət işidir. Burada status var. Status. Sənə status lazımdır, ya sənin can sağlığın, sənin xoşbaxt olmağın, sənin güclü olmağın. Yəni, sən bu günləri statusa, bütün bu şeyləri qurban verirsən. Sonra da orada yığdığın qorxu ilə o 2-3 manatı xərcləyirsən xəstəxanalara, xərcləyirsən klinikalara, analizlərə, xaricə gedirsən. Bəyənirsənsə like qoy. Çünki bu çox önəmlidir. Bir çox insanlar bunu bu günləri başa düşməlidirlər. Yəni, o yanlış gedir. Bütün dünyada qlobal dərəcədə. Qabaq bu şeylər haqqında danışmırdılar. İnsanlar bilmirdi, heç onlara çatmırdı. Amma indi belə ifadələr eşidəndə, belə fikirlər eşidəndə insanlar düşünür. Nəyə görə bu baş verir? Çünki səni, baxın, Sovet vaxtı. Bilirsiniz nəyə görə o 5 mərtəbə, 9 mərtəbə evlər belə tavanları qısa-qısadır da. Yəni, əgər sənin 1.80, 1.90 boyun var, başın tavana deyirdi evdə az qala. Çünki sənin tavanını alçaq edirdilər. Nəyə görə? Sən inkişaf etməyəsən, səndə olan o kreativ var, ruhun oyanışı, istedad. Sənin istedadını saxlayırdılar. Çünki tavan səni energetik səviyyədə sıxır aşağı və sən özünü o evdə cılız, kasıb, fağır hiss etməlisən. Yəni, elə də olurdu. Amma zənginlər, onlar yaşayırdılar 5 metrə, 4 metrə olan tavanı hündür olan mənzillərdə. Düşünün, şəhərin mərkəzində hər zaman zənginlər yaşayıb və onların tavanları hündür olub. Çünki zənginlər inkişaf etməli idilər. Zənginlər o qoyun sürüsünü idarə etməli idilər. Baxın, nələr var. Bu bir reallıqdır. Təbliğ edilir hər zaman alkoqol, iç. Sən cool görsənməlisən, əlində bakal olmalıdır. Bu, nə bilim, prosekkadır. Prosekka pivədir də, nə ziyanı var? Sən evi yıxan o pivədir. O bir bakal pivədir, bir bakal şərabdır. Çünki sənin zehnini alır. Səni, hətta o Quranda da var, 40 gün sənin Tanrınla olan bağı
kesir. Bu nə deməkdir? Sən alkoqol istifadə etdiyin zaman lap belə həftədə bir dəfə istifadə et. Fərqi yoxdur. 40 gün o sənin zehnindən çıxmır. O energetik olaraq bir dalğa yaradır və sənin o enerjilərin, sən bu günləri güclü ola bilərsən, gedə bilərsən, edə bilərsən. Amma sənin zehnini, səni zəiflədir, belə deyək, şuurunu alır. Ona görə də təbliğ olunur. Çünki qlobal sistem istəyir ki, insanlar belə qoyun kimi olsunlar, onlar alkoqol istifadə eləsinlər. Görürsünüz, Azərbaycanda əsaslıqla Azərbaycan olsun, Rusiya olsun, Qazaxıstan olsun, fərqi yoxdur. Hamı içir, meyillidirlər. Onlara onu izah etdilər. İç, iç, iç. Sən stres atmalısan. Çünki sənə o stresi sistem o qədər verir. İşində, gərginlik, vəsə, mənim statusum var, mən mütləq içməliyəm, mən içməsəm belə olaram, partlayaram. Hamı içir, sən də içirsən. Sən qulsan, ona görə də içirsən. Sən zəngin olsan, daxilin zəngin olsa, sən içmərsən. Çünki sən, insan necə gözü baxa-baxa özünü məhv edə bilər? Amma səni bu günləri məhv edirlər. Sən də düşünürsən ki, elə, yəqin ki, belə olmalıdır. Yi, iç, kef elə. Anlayışa bax, yi, iç, kef elə. Bir dəfə yaşayırsan, yi, iç, kef elə. Sən bir dəfə yaşaya bilərsən, amma sən həmən o həyatda yaradıcı ola bilərsən. Sən insanları maarifləndirə bilərsən, şəxsən mənim kimin. Mənim kimin o qədər insan var ki, mən inanıram bu videonu dinləyəndən sonra onlar nələrisə artıq başa düşməyə başlayacaqlar. Yəni, həyat budur. Düşün, təbliğ olunur, sənin əslində güclü etməkdənsə səni daha da zəif edirlər. Çünki alkoqol səni zəif edir. Narkotik səni zəif edir. Sən narkotik istifadə edirsən, sənin, baxın, bütün dünya çalışır beyin fəaliyyətini aktivləşdirsin. Yəni, ağıllı, şuurlu insanlar, onlar beyin fəaliyyətini aktivləşdirmək istəyirlər ki, daha həyatın bütün tərəflərini, bir çox hissələrini anlasınlar, başa düşsünlər. Amma sən alkoqoldur, narkotikdir, tütün məmulatlarıdır, bəli, siqaret də onun tayıdır. Sənə onu istifadə etdirə-etdirə, sənə onu təbliğ etdirə-etdirə, sənin gücünü alırlar. Sən bu günləri bir çox şey edə bilərdin. Amma sən qalırsan eyni yerdə. Yəni, həyat budur. Düşün, biraz qoyun sürüsü kimin o sırada olma. Biraz aralan sürüdən. Yəni, düşün, nəyə görə hamısı qara maşını alır? Bizdə necə sənin statusunu, misal üçün, statusunun altından xət çəkən amil odur ki, sənin Qalinvaginin olsun Bakıda, qara rəngdə. O egosu da zəif olan insanlar, kompleksli, belə qarınlı, öz bədəni ilə məşğul olmur da. Yəni, ona elə gəlir ki, mən həyatı görüntü olaraq yaşayıram, elə də yaşayır və mən ortaya çıxanda belə də paxotkaları var, qollar belə gedir sağa sola, pingvin kimi gezirlər, o biraz idmançı qaqaşlar. Hə, Qalinvagindən düşür, mən baş da belə, amma içi boşdur. Egosu çox zəifdir. Belə yazıqdır da, sabah o Qalinvagini əlindən al, olur dovşan. Çünki o ona əsaslanmışdı. Bütün gücü nəyəsə əsaslanır. O iPhone-a əsaslanır. Mən filankəsi tanıyıram. Yəni, bunu ilə fəxr edirlər. Çox gülməlidir. Gedin özünüzlə məşğul olun. Bədəninizi inkişaf etdirin. Çünki insanın bədəni onun haqqında biz nə qədər danışır. Onun pasportudur, onun şəxsiyyət vəsiqəsidir. Sənin gücündür, sənin enerjindir. Yəni, sən bu günləri bütün bu ego xəstəliklərindən çıxmalısan. Onu azaltmalısan. Zəngin ölkələr, baxın, misal üçün,
Yahudilər. Onlar hər 2 ildən bir telefon dəyişmirlər. Onlar zəngin görsənmək istəmirlər. Onlar zəngindirlər. Onlar hər nə təzə çıxdı, 3 ildən bir maşın dəyişmirlər. Çünki sən yeni avtomobil alanda sən artıq onun dəyərinin yarısını itirmiş olursan. 3 il, 2 il istifadə olunmuş avtomobil əldə edirlər. Yarı qiymətə. Ona görə də zəngindirlər. Çünki beyinləri işləyir. Yəni biz bu günləri bu şeyləri eləməliyik. Kiməsə görə göstəriş naminə yaşayan insan həqiqətən çox kasıbdır, daxili, çox belə acizdir. O göstərişlə yaşayır. Qırqızıldır, nə bilim, filan əşya məndə də olsun, filan sumka məndə də olsun. Bunu etməməliyik dostlar. Gününüz gözəl keçsin, şuurlu olun. Hər qərarınız şuurlu olmalıdır. Baxın, şuurlu və şuursuz insan nədir? Şuursuz insan nə gəldi onu edir. Padruqam etdi, dostum etdi, mən də edirəm. Yəqin belə də, yəni düşünürlər ki, belədir. Düşünmürlər. Amma şuurlu insan düşünür, mənə bu lazımdır, mənə bu nə verə bilər, mənim burada nə marağım ola bilər. Əylənmək istəyirəm, okey, getdim, əyləndim. Bir dəfə əyləndim, bəsdir. Amma şuurlu insan hər zaman düşünür. Şuursuz düşünmür. O biraz cahildir, o biraz sürü düşüncəsi ilə yaşayır. Baxış bucağı hamı da belədir, həm yəqin belədir də, belə də olmalıdır, mən də belə baxıram. Sən öz baxış bucağın olmalıdır. Tövsiyə edirəm hamınıza öz qədrinizi biləsiz, öz sağlamlığınıza, canınıza yatırım edəsiz. Çünki sən yaşlaşanda o səndə olan o vasitə o xəstəxanalara niyə görə getsin? Bütün xəstəxana, klinika sahibləri, şəxsən mən Bakıda bir çoxunu tanıyıram, bir çoxu mənim tələbələrimdir. Onlar yoga edirlər, onlar düzgün qidalanırlar, onlar dərman içmirlər. Sistem vurmaq nədir? Onları o sistem vurmağı kasıb üçün düşündülər. Analiz verməyi kasıb üçün düşündülər. Yəni sən kasıbsan və o borc, xərc, bütün o pulları xərcləyirsən ora. Çünki düşünmürsən. Biraz zehinli ol, biraz şuurlu ol. Hər qarnın ağrıyanda dərman içmək olmaz. Çünki özünlə məşğul olmursan. Sən bir dənə yerdən, 40 yaşın var, əyilib yerdən bir dənə heç nə götürə bilmirsən. Belin ağrıyır. Amma sən bu günləri nələrsə edə bilərsən. Özünə yatırım et, yoga et, yandır YouTube'u. Heç yerə getmə, pul xərcləmə. Yoga demirsən bahadır. 2 dəfə oturursan, steak yeyirsən, 1 aylıq yoga kursunun pulunu verirsən. Yəni sənə elə izah elədilər həyatı. Yeməyə pul xərcləmək olar, əlbəttə. Amma o yemək səni bu günləri məhv edir, səni öldürür. Ət çox yeyirsən. Ət yeyən insan əsəbi olur. Ət yeyən insan ət kimin olur. Fikir verin o ət yeyən, misal üçün kişilərə belə ətdilər elə bir ki. Nə üzlərində görünüş var, nə təravət var, nə dəriləri parıldayır. Otururlar belə, kabab, kişi yeməyi. Görün nə düşündülər, kişi yeməyi. Okey, gününüz gözəl keçsin. Özünüzə qarşı diqqətli olun, özünüzü sevin. Düzgün qocalın. Hər birimiz qocalırıq, hər birimiz yaşlaşırıq. Biz çalışmalıyıq. O zirzibil məlumatlardır, xəbərlərdir, ora davadır, bura davadır. Bu şeylərdən uzaq olaq. Özümüzü təmiz saxlayaq, zehnimizi təmiz saxlayaq. Meditasiya edin, yoga edin, səyahət edin. İnsanları sevindirin, gülün, enerjilərinizi aktivləşdirin. Həyat da sizə qarşı gülsün. Namaste.